Salamlar hər kəsə. Bugün Duolingo imtahanında rastlaşdığımız interactive writing sual tipi haqqında danışacağıq. Bu nədir? Interactive writing is not just about writing well, it's about responding to connected prompt. Deməli bu nədir? İki sizə prompt verilir. Bir promptda sadə bir sual verilir. İkinci promptda isə sizin cavabınızı daha da genişləndirməyiniz, daha da detallı bir şəkildə verməyiniz tələb olunur. Amma belə bir məsələ var ki, sizin iki cavabınız da bir-birindən əlaqəli olmalıdır. Sadəcə məsələ nədir? İkinci promptda sadəcə fərqli bir perspektiv, fərqli bir yanaşma göstərmək olar, amma mütləqdir ki, iki cavabınız da bir-biri ilə əlaqədar olsun. Və first prompt usually ask for. Birinci promptda nə soruşulur? Your opinion, a preference and experience. Bu tipli suallar necə olur? Məsələn, çay içməyimi üstün tutursan, yoxsa kofemi? Bu tipli suallar olur və siz burada birinci öz fikrinizi bildirirsiniz və daha sonra hansını üstün tutursunuz onu bildirirsiniz. Ya təcrübənizdən danışa bilərsiniz, ya da ki, nümunə verə bilərsiniz. Və ikinci promptda nə olur? Gəlin birinci nümunəyə baxaq. Do you prefer studying alone or with others? Məsələn, tək oxumağımı xoşlayırsınız, məsələn, çalışmağımı xoşlayırsınız, yoxsa başqaları ilə? Sizin birinci cavabınız bu şəkildə olmalıdır. I prefer studying alone because I can concentrate better without distractions. For example, I usually finish my homework faster when I study by myself. Fikriniz bildirildi, üstün tutduğunuz seçdiyiniz cavab verildi və həmçinin bununla bağlı ya təcrübədən ya da nümunə verildi. Digər, ikinci promptu necə davam elətdiririk? Burada ikinci promptda artıq siz cavabınızı izah etməlisiniz. Daha detallı bir şəkildə izah verməlisiniz və fərqli bir perspektiv göstərməlisiniz. Fərqli bir yanaşma da əlavə etməlisiniz. Və burada siz artıq yeni bir informasiya əlavə etməlisiniz. Eyni sualı eyni cavab bir şəkildə cavablaya bilməzsiniz. Məsələn, birinci promptda nə yazmışsınızsa, eynisini təkrar edə bilməzsiniz. Bu o deməkdir ki, paraphrase edə bilməzsiniz. Məsələn, nümunə göstərək. Although I usually study alone, group study can be useful when discussing difficult topics because everyone can share different ideas. Burada göstərir ki, mən təklikdə oxuya bilirəm. Amma bəzi məsələlər var ki, bəzi mövzular var ki, burada qrup diskussionlar, müzakirələr, məsələn, qrupda işləməkdə mənim üçün önəmlidir. Bu fərqli bir perspektivdir. Və qızıl qaydalarımız nədir? Hər iki prompta tam bir şəkildə cavab verməlisiniz ki, bu sual tipindən yüksək bir nəticə görə biləsiniz. İkinci promptunuzda cavabınıza hər zaman yeni bir ideya, yeni bir perspektiv əlavə etməlisiniz. Bu sizin fərqli düşünmə tərzinizi göstərir ingilis dilində və support etməlisiniz cavabınızı, yəni sübut etməlisiniz səbəblərinizdən və nümunələrinizdən. Və təbii ki də hər zamanki kimi qrammatikanızı anlaşılan olmadığını və düzgün yazılış formalarında yoxlayın ki, bu kimi xırda məsələlərdə sizin balınızı aşağı salmasın. Bu qədər.